Görüş çox qısa və işgüzar oldu. Çünki məsələlərin çoxunu əvvəlcədən dəqiqləşdirmişdilər. Öz dostları ilə birlikdə 2 aylıq faizlə böyük miqdarda borc alıb il yarımdır qaytarmayan bir hərifi divara dirəməli idi. Təbii ki, borc sahibini də özləri ilə götürmüşdülər. Borc isə artıb, gəlib 34 minə çatmışdı. Belə qərara gəlmişdilər ki, borc sahibi bir il əvvəl verdiyi 10 minini alıb sevinə-sevinə gedir işinin dalınca, faiz kimi üstünə gələn 24 mini isə dostları ilə bərabər o götürəcək. Nəhayət, gəlib borclunun evinə çatdılar. Zəngi basdılar. Borc sahibi gözlüyün qarşısında dayansa da qapını açmırdılar. Uzun müddət zəng çalandan sonra nəhayət kimsə qapıya yaxınlaşdı. Qapı arxasındakını ciddi cəhdlə sorğu-suala tutdu. Gözlükdən diqqətlə baxandan sonra qapı açıldı. Elə o saatda o, dostu ilə bərabər evə soxulub, tapancanı borclunun qarnına dirədi və bir saat ərzində ondan 24 min qoparmağa nail oldular. Borclu and içirdi ki, evdə bundan başqa nağd pul qalmayıb. Onlar da yerdə qalan pullara tüpürüb, aradan çıxdılar. Qalıq üçün bir də təzədən geri qayıtmaq axmaqlıq olardı. İlişərdilər. Borc sahibinə 8 min verdilər və o da əslində buna yaman sevinirdi. Çünki danışdığı adamların son bir saatdakı davranışlarını görəndən sonra ümumiyyətlə ümid etmirdi ki, ona da nəsə verərlər. Yerdə qalan pulları isə o dostu ilə bölüşdürdü. Son vaxtlar şəhərdə belə işlər çoxalmışdı. Bəziləri zarafatca deyirdi ki, şəhərin birinci yarısı ikinci yarısına borcludur. Amma borclular pulu qaytarmaq istəmirdi. Bəlkə də imkanları yox idi. Onun üçün də borc sahibləri bir neçə dəliqanlı adam tapıb borclunun üstünə göndərirdi. Əlbəttə, əgər əmindirsə borclunun pulu var, sadəcə qaytarmaq istəmir. Natiq Rəsulzadə, qardaş. Əziz kitab sevərlər, bu kitabı oxumağı sizə dönə-dönə tövsiyə eləyirəm. Çox maraqlı bir əsər. Kitabxanalara və kitab evlərinə üz tutun.